Uzun saçlı bir doktor olaraq sizə məsləhət görürəm ki, qızlar hansı ki saçlarının uzun və sağlam olmağını istəyirlər, saçlarına heç olmasa ayda 1-2 dəfə baxım etsinlər. Jojoba yağı, zeytun yağı, kokos yağı bunlarla maska edə bilərlər. Mən də çəkmişdim və səsləndirməsi ingilis dilində idi, amma indi onu səsləndirməni götürərək Azərbaycan dilində deyirəm ki, hər kəs faydalansın və həmin maskalara yumurta ilə maskanı da əlavə eləyə bilərsiniz. Amma əgər onun qoxusundan narahat olursunuzsa, heç olmasa yağ terapiyası edin saçınıza.